Dəyərli rəsmi tərəfdaşımız olan Yara Tekstil və onun yaradıcısı hazırda bizim üçün o videonu göndərib. Təsisçi və direktoru Yaqut Bayram. Buradan salamlayırıq biz də Yaqut Salam olsun. Və videoda verə bilirik, deməli Sumqayıtda uşaqlar daşın üstündə oynayan uşaqlardır və bu videonu göndəriblər Yaqut xanıma, Yara Tekstilin təsisçi və direktoruna və Yaqut xanım həmin uşaqları və öz Yara Tekstilin geyimləri ilə təmin edir. Nə gözəl, təbrik edirik buna. Təmənnasız, həqiqətən Həqiqətən də alqışlara layiqdir. Sağ olsun. Belə insanlar, yəni sağ olsun ki, o uşaqların o saf duyğularına bir qarşılıq verib. Bəli, elə hazırda da WhatsApp üzərindən mənə göndərdi o videonu. Təşəkkür edirəm. Operativ şəkildə verilişimizin bağında biz də çalışırıq həmin kadrları ekrana gətirək və bildiririk ki, futbolla ürəyi döyünən uşaqlar həm də mənimlə böyüsün, Yara Tekstillə böyüsün. Alqışlayırıq. Həqiqətən də alqışa layiq qaldı. Belə bir dəstəklə, belə bir dəstək göstərərək o uşaqların sevincini dünyanın heç bir pulu ilə, neymətlə ala bilməzsən. Mütləq, mütləq. Çox böyük addım. Mən hər zaman demişəm, Azərbaycan millətində kifayət qədər istedadlı, bacarıqlı uşaqlar var, gələcəyin futbolçuları var. Sadəcə o futbolçulara diqqət, qayğı lazımdır, mənəvi bağ yaratmaq lazımdır. Bax, hazırda necə görürük, Yara Tekstil ailəsi olaraq, Yaqut Bayram olaraq təsisçi və direktoru, qarşılıqsız, bir təmanna ummadan bu uşaqlara indi bir qədər sonra efirə kadrlar gələcək. Efirə gedir kadrlar. Gedir hazırda kadrlar, eləmi? Ehtiyacı var. Bu uşaqların yanında olmağı bacarmalıyıq biz hamımız. Necə ki, bugün Yaqut xanım bunu edir, bir nümunə olaraq, Yara Tekstil ailəsi olaraq. Düşünürəm ki, klublarımız da etməlidir. Digər, nə bilim, idman federasiyaları olsun, təşkilatları olsun, hər zaman bu uşaqların yanında olmalıdırlar. Həm buradan Yara Tekstil ailəsinə təşəkkür edirəm, həm də o uşaqlara parlaq gələcək arzu edirəm.